Növbəti fayda tövhid nicat yoludur. Bəli, insanın nicat tapması üçün ən böyük səbəblərdən biri tövhid. Tək bir Allaha ibadət etməsi, heç kəsə Allah şərik qoşmaması bu ibadətlərdə nicat yoludur. Və biz bunu peyğəmbərlərin həyatına baxanda bunu görürük. Hamısında ilk tövsiyəsi nə olub öz ümmətinə? Yalnız Allaha ibadət edin. Heç kəsə ona şərik qoşmayın. Belə etsəniz ziyana uğrayarsınız, əməlləriniz puç olar, həlak olarsınız. Ən rəhmətli, mərhəmətli insanlar peyğəmbərlər olublar. Misal üçün bax onlardan Allah Rəsulu sallallahu aleyhi və səlləm mağarada olanda nə dedi Əbu Bəkirə? İnna Allaha ma'ana, Allah bizimlədir. Tövhid yoxsa yox. Yəni bizi narahat olma, Allah qurtaracaq. Allah bizimlə bərabərsə heç kəsin zərəri bizə toxuna bilməz. Bu tövhid yoxsa yox qardaşım. İndiki insanlar bir şey düşən kimi dava daşa gedir, dırmaşır, nə bilim pirlər, ocaqlar, falçılar və s. unudub inna Allaha ma'ana. Allah bizimlə bərabərdir. Sən Allaha arxayın olsan, təvəkkül etsən, Allah insanı darda qoyarmı qardaşım? Vallahi qoymaz. Haqqı ilə təvəkkül etsək, səbirli olsaq, vallahi hər bir çətinlikdən sonra asanlıq gəlir. Lakin dözə bilmirik də, səbirsizlik. Çıxış yollarını başqa yerdə axtarırıq.